verirsiniz və mövzu burada Hə, bağlanır. Mənim burada özəllə digital sahədə belə deyim ki, fəaliyyət göstərən insanlara demək istədiyim şey budur ki, həqiqətən qorxmasınlar bu işdən. Bunu sən tam səmimi qəlbinlə deyirəm. Çünki mən də bir dizayneram. Bilənlər bilir. Albatros dizaynı sahibiyəm. Mən də digital iş görürəm. Mən də Etsy-də digital məhsul satıram. Buradakı mənim bu çıxışımdakı ən böyük belə deyim, motivasiyam çox dəyərli işlər var Azərbaycanda, həqiqi mənada. Həm dəyərli dizaynerlər var, həm də çox dəyərli işlər var Azərbaycanda. Print on demand tərəfində və yaxud da ki, illüstrasiya tərəfində, yəni rəsm tərəfində, digital rəsm tərəfində, 3D tərəfində, 3D işlər görən çox gözəl tanışlarım deyil, amma bilirəm kimlərdir, yəni ki, kimliyi məlumdur, yəni. Bu şəxsləri işlərini görəndə və bu şəxslərin işlərinin qlobalda olmadığını görəndə insan istər-istəməz bir heyslənir ki, bu iş qlobalda olmalıdır. Yəni bu 3D işi sən Etsy-də dəfələrlə sata bilərsən. Yəni 100 dəfələrlə, 1000 dəfələrlə sata bilərsən. Və yaxud da ki, illüstrasiya, digital rəsmləri və yaxud da ki, eynilə sizin məhsulunuz kimi.